Qardaşım, bu traktor sürən adam var ha. Bir dəfə buna oturdusa, bir də düşmək istəmirdi. Bu SC-din ən dəli texnikası T40 idi. Kənddə böyüyənlərin çoxu bu traktoru ya sürüb ya da səsini eşidib 100%. O səs var ha, uzaqdan gələndə elə bilirdin, kəndə tank girir. Söhbət məşhur T40-dan gedir. Elə bir texnika idi ki, nə palçıq tanıyırdın, nə qar, nə də işləmərəm söhbəti var idi bunda. İndiki bəzi maşınlar kimi naz eləmirdi da. Dizel tökdün, biraz da dua elədin, başladı işləməyə. Bu traktor 1961-ci ildən istehsal olunmağa başladı və düz 1995-ci ilə qədər buraxıldı. O vaxtlar T40 olan adama da başqa cür biraz baxırdılar, hörmət edirdilər. Çünki bu maşın təkcə traktor deyildi. Kəndlinin sağ əli idi, necə desək. Əkin əkirdi, yük daşıyırdı, ot biçirdi. Lazım olsa qonşunun bataqlıqda ilişmiş maşını da yeyib dartıb çıxarırdı oradan. Ən maraqlısı odur ki, T40 hər işə uf demədən girirdi. Kənd təsərrüfatı, yol işi, tikinti, hətta kommunal işlərdə belə istifadə olunurdu. Bir sözlə bu iş mənlik deyil deyən texnika deyildi. El arasında ona boş yerə dəli traktor demirdilər. Çünki elə yerlərdən çıxırdı ki, adam baxıb deyirdi, ay qardaş, bu necə mümkün oldu axı? Ölçüsünə görə də qəribə balansı vardı. MTZ-dən balaca idi, T25-dən isə yekə. Amma güc məsələsində çoxlarını utandırırdı. Arxa təkərləri yekə olduğuna görə palçıqda yaxşı yeriyirdi. Kənddə zarafatla deyirdilər ki, bunun qabağı batırsa da arxası ilə kəndi dartıb çıxarar bu. Bir üstünlüyü də o idi ki, təkərlərin arasını və hündürlüyünü dəyişmək mümkün olurdu. Bu da cərgə arası işlərdə əməlli başı rahatlıq yaradırdı. İstəyənlər sonradan ona qoşa təkər də taxa bilirdi. Onda artıq traktor yox, elə bir kəndin transformeri olurdu bir növ. Mühərriki isə ayrı aləm idi qardaşım. Vladimir zavodunun hazırladığı hava ilə soyuyan dizel mühərrik qoyulurdu. Ən məşhuru isə D144 idi, 50 gücü var idi. İndi 50 gücü eşidəndə kiməsə az gələ bilər. Amma o vaxt bu motor əməlli başlı canavar sayılırdı. Üstəlik hava ilə soyuyurdu. Amma yayda işləyəndə sürücünün özü kabinədə kabab kimi bişirdi. T40-ın ən böyük sirri sadəliyi idi. Elektronika yox, sensor yox, error yox, sürücü ilə texnika arasında sanki bir dostluq bağı vardı, necə desək. Səsini eşidəndə usta artıq problemi anlayırdı. Da indiki maşınlar kimi nazlı değildi. Sayınızı, kofenizi süzüb, mürəbbənizi çəkib, videoya bir bəyəni atıb, kanala abunə oldunuzsa, keçək hekayəmizin davamına. Köhnə kənd adamları yaxşı bilir, T40 adi traktor değildi. O elə bir texnika idi ki, sürücü də onunla birlikdə mexanik olurdu. İndi maşında bir lambuçka falan yananda servis axtarırlar. O vaxtın kişiləri isə traktoru həyətin ortasında söküb yığırdı. Məsələn, qış gələndə T40-ın yağ radiatorunu söndürürdülər. Hələ bu azmış kimi ventilyator da çıxarıb yerinə dəmir disk taxırdılar. Soyutma sisteminin üstündə bunun üçün xüsusi yazı da vardı. Bir maraqlı söhbət də buradadır ki, T40-ların çoxu starterlə işə düşürdü. Push-kaçlı variantlar tapmaq isə loteriya udmaq kimi bir şey idi. Köhnə traktorlarda ümumən tam komplekt o hissə oluyor, onu tapmaq müşkül məsələ idi o vaxt. Ən maraqlı hissələrdən də biri o qabaq yüklər var, bax onlar idi. O dəmirləri qabağa taxanda traktorun burnu yerə yapışırdı. Şum zamanı elə işlərdi ki, sürən adamın keyfindən söz ola bilməz ki. Kəndlilər deyirdi ki, bu qabaqdakı yüklə T40 yox, elə bir bulduzerdi. Düzlə deyirdilər valla. Bir də o məşhur öküz yumurtaları vardı, bəlkə yadınıza gələr. Adı da gülməlidir, amma sürücülər yaxşı tanıyır onu. YMZ traktorlarının qabaq ballasları idi. Bir-birinə dəyib cincildəyirdi. Uzaqdan səsini eşidəndə bilirdin ki, hansısa traktor gəlir. Əsl zavod ballasları isə sakit olur. Yəni belə baxanda traktorlarda da o keyfiyyətli aksesuar söhbəti var imiş. Qardaşım, o mühərriki işə salmaqda ayrıca bir mərasim idi. Bəziləri staterlə, bəziləri də balaca o karbürator mühərriki ilə işə düşürdü. Soyuq havada səhər çağı onu işə salmaq üçün sürücülər elə rituallar edirdi ki, baxanda da elə bilərdi samavar falan yandırırlar. Transmisiyası isə daş kimi möhkəm idi. Diskli mufta, çox pilləli sürətlər, qutusu, reduktor. Hamısı mexaniki idi. Elektronika falan yox idi. Ona görə də xarab olanda ustaya bir açarı, bir də çəkisi bəs edirdi. İndiki maşınları kompüterə qoşmadan problem tapılmır. O vaxt isə sürücü səsdən başa düşürdü ki, hansı hissə xarab olub. Sürətinə görə də öz dövrü üçün pis deyildi. Saatda 2 kilometrdən 26 kilometrə qədər gedirdi. Amma ağır işdə əsl canavar idi də. Bu traktora əsasən M10 DM yağı tökürdülər. Təxminən 10 litr yağ gedirdi və uzun müddət dəyişməyə ehtiyac qalmırdı. Amma ustalar da deyirdi ki, yay-qış yağının vaxtında dəyişməsən transmisiya səndən hər an inciyə bilər. T40-da da ki, transmisiya incidir, elə bil ki, yolda qalasan da, yəni elə bir şey idi. Bəlkə də elə buna görə də bu gündə kəndlərdə paslı köhnə T40 görəndə hamı dönüb baxır bir dəfə də olsa. Çünki o sadəcə traktor deyildi, o kənd həyatının ayrılmaz bir hissəsi idi. T40 barədə bir söz də vardı. Bu traktoru sürən adam həm sürücü olurdu, həm mexanik, həm də biraz da
sehirbaz olmağı bacarmalıydı. Çünki bu texnika adi maşın değildi. Elə xüsusiyyətlər vardı ki, indiki traktorlarda görsələr mühəndislər düz 3 gün iclas edərlər. Məsələn, bunun 2 dənə güc ötürmə val vardı. Biri arxada, biri də böyründə. Elə bil ki, traktora o əlavə əl-qol var, bax onu taxmışdılar. Nasos işlədir, generatoru fırladır, taxıl üyüdürdü. Kənddə də bir dənə T40 varsa, kəndin yarısı onun hesabına dolanırdı. Hidravlik sistemi var ha, o da öz dövrünə görə bir növ əjdaha idi. Güclü nasosu vardı, qoşduğun avadanlığı rahatca qaldırırdın. Amma kabinəyə girəndə necə desəm hiss edirdin ki, o mühəndislər rahatlığa görə yox, o tək işləsin prinsipi var ha. Bax ona görə yığıb elə bil bu kabinəni. Kabinə o qədər dar idi ki, yekə adam oturanda elə bir konserv bankasına salıblar. Şüşə burnunun dibində, tavanda başının üstündə idi. Biraz boyun uzun olsa, vay sənin alva. Hər çalaya düşəndə başını tavana dəyəcək. Amma o təhlükəsizlik karkası var ha, bax o vardı. Çox traktorçunun canında elə məhz o qutarıb. Çünki T40 sakit maşın değildi. Xüsusən sala çökək yerlərə o düşəndə var ha, o sükan bir dənə dartınır ki, bilmirdin traktoru sən sürürsən, yoxsa o sən sürür. Sükan gücləndiricisi də yaxşı şey idi ha. Amma ehtiyatsız olduğun qolunu falan yerindən çıxara bilərdi. İçəridə isə hər şey tam sovet üslubu idi. İndiki maşınlarda düymənin sayı adamı qorxudur. Bunda isə hər şey sadə idi. Bir növ elə bir bunu sürənlərdə o maşın kimi bir balaca kobud idi. Ən maraqlı xüsusiyyətlərindən biri də təkərlərin vəziyyətini dəyişmək idi. Arxa diskləri çevirirdilər, qabaq körpünü açırdılar. Traktor enlənirdi bir növ. Yamaçda işləyəndə elə bil hörümçək kimi yapışırdı yerə. Klirensi də qaldırmaq olurdu. Yəni həm bağda işləyirdi, həm palçıqda, həm də dağda. Universal sözünün canlı sübutu bax bu idi. T40-ın qabaq aparıcı versiyası vardı ha, o başqa adam idi. Dağ yollarında elə yer yerdi ki, bəzi ciplər utanardı. İstilik sistemi isə lap komediya idi qardaşım. Normal peç yox idi. Qışda sürücülər o köhnə yorğanı kapotun üstünə atırdı ki, o mühərrikin istisi o kabinəyə gəlsin. Yəni adam traktor yox, elə bil ki, bir növ samaları qızdırırdı sanki. Amma qəribəsi odur ki, buna baxmayaraq cəmaət yenə də T40-ı sevirdi. Çünki şaxtada MTZ-yə su töküb donmaq əvəzinə T40-ları birtəhər işlədirdilər də belə desək. Bir üstünlüyü də reverse sistemi idi. İstənilən sürətdə geri gedə bilirdi, bəli. O başqa traktorlarda geriyə getmək yalnız manevr etmək üçündür. Bunda isə geridə tam elə bir ki, o işlək rejimi idi. Bir dəfə bunu görməyən adam baxıb elə bilərdi ki, sürücü saçıb traktoru tərs sürür. Sürətlər qutusu da qəribə idi bir balaca. Adət etdiyimiz kimi yuxarı aşağı yox, sağa sola dəyişirdi. İlk dəfə minən adamın beyni bir balaca yanırdı. Amma öyrəşəndən sonra sürücülər dedi ki, bundan rahat qutu yoxdur ki. Ən böyük üstünlüyü isə hər şeylə işləməsi idi. T25-ində avadanlığını qoşurdular, MTZ-nin də avadanlığını qoşurdular. Ona görə də kənddə bu traktora hər işin adamı deyirdilər. Qardaş, nə bilim, ot biçir, şum vurur, qoşqu çəkir, generator işlədir, nə desən edir day bu yetim. Əlbəttə problemlər də vardı. Soyuq havada işə salmaq ayrı bir dərd idi, o başqa söhbətdir. Qış vaxtı səhər tezdən sürücü traktoru işə salana qədər özü elə əməllicə qızışırdı orada. Vibrasiya da elə idi ki, axşam düşəndə sürücü özünü elə hiss edirdi, güya gün boyu beton qarışdıran maşında oturub gəlib də. Yəni necə desək, o dərəcədə vibrasiyalı bir traktor idi. O hava ilə soyuyan mühərrikdə yayda qızırdı, qışda da isinmirdi. Elə buna görə traktorçuların yarısı yayda bişirdi, qışda da donurdu. Amma yenə də bu texnikadan əl çəkmirdilər. Çünki T40 xarab olsa belə kəndin ortasında 2 açar bir çəkislə düzəlirdi. Bəlkə də buna görə bu gün pas içində qalmış bir T40 görəndə insanlar dayanıb o baxır, o içdən baxırlar ona. Çünki o sadəcə traktor değildi. O bütöv bir kəndin həyatının o simvolu deyirlər. Bax o idi. Öz aramızda bəs səncə o indiki müasir texnikalar var. Niyə T40 qədər insanın o içində o izi buraxmır sanki? Bu gün müasir traktorlar daha güclü, rahat ola bilər. Amma o T40-ın verdiyi o his tamam başqa idi. O sükanlı oturan adam var, o özünü maşın sürən adam kimi yox, kəndin o bir növ sahibi var, bax onun kimi hiss edirdi. Bəlkə də buna görə üstündən 10 illər keçsə də insanlar hələ də bu traktora hörmət edirlər və onu elə hörmətlə də xatırlayırlar. İndi isə maraqlıdır mənə. Əgər sənə seçim versəydilər, bütün rahatlığı ilə müasir traktor, yoxsa köhnə amma əfsanəvi T40-ı seçərdin? Qardaşım, fikirlərini şərhlərdə bizimlə bölüşməyi unutma. Bəs növbəti video hansı texnikaya gəlsin? Növbəti videoda görüşənə qədər hələlik.